İmam Sadiq əleyhissalam bir rəvayətdə buyurur: Kərrubin bizim şiyələrimizdən olan bir dəstədir. Allah onları ilk yaradılışda ərşin arxasında yerləşdirdi. Bu kərrubinlərin təsvirinə diqqət edin. Bizim şiyələrimizdən olan kimi qeyd edilir. Allah onları ərşin arxasına yerləşdirdi. Əgər onlardan yalnız birinin nuru yer üzündəki insanlara paylansaydı, bu onların hamısı üçün kifayət edərdi. Sonra o dedi: həqiqətən Musa əleyhissalam Rəbbindən istədiyini istəyəndə, yəni Allahı açıq şəkildə görmək istəyəndə, Allah kərrubinlərdən birinə dağa təcəlli etməyi əmr etdi və dağ parça-parça oldu. Yəni Allah Musanın istəyini qəbul etdi və ona zahir oldu. Amma birbaşa deyil, bu təcəlli həmin kərrubin mələklərindən birinin vasitəsilə baş verdi və həmin mələklər bizim şiyələrimizdən olan varlıqlar kimi təsvir edilir.